Salam, axşamınız xeyir müəllimlər. Sınaq 2-yə izahına baxaq. Birinci sualda nə deyir? 246 7-likdədir. 8-lik say sistemində göstərin. Əvvəlcə 10-luq say sisteminə gətirib, sonra 8-lik say sisteminə gətirək. 2 vur 7-nin kvadratı plus 4 vur 7 üstü 1 plus 6 vur 7 üstü 0. 7-nin kvadratı 49-u 2-yə vursaq 98 plus 28 plus 6. Bu da 132 onluq say sistemində verir. İndi onluq say sistemindən istənilən say sisteminə gedəndə bölmə qaydasından istifadə edirik. Yəni bölərik 8-ə. 1 8, 13-dən 8, 52-də 6 8, 48. Qalar burada 4, 16-da 8, 2 8, 16 0. 2 0 4 8-lik say sistemində. İkinci sual. Alqoritmin icrası nəticəsində A-nın son qiyməti 56 olduğunu nəzərə alaraq A-nın ala biləcəyi ilkin qiymətlərin cəmini tapın. Demək, bu sonda A alıb 56. İndi tapaq. Sondan əvvələ doğru gedək, yuxarıya doğru gedib buradakı A-nın qiymətini tapmalıyıq. Burada C-mizi 3 veribdir bizə. Bizə A lazımdır. Yəni 56 bərabərdir. A vurulsun C bölək 3. A vurulsun C bərabərdir. 3 56-ya vursaq 168. İndi bir addım yuxarı çıxıb, burada C-nin yerinə nə yazıram? Buradakı ifadəni yazıram. Yəni, yazıram. A vurulsun, -3 üstə gəlinsin, A vurulsun. Bax, buradakı C-nin yerinə isə bu 3 var da verib burada qiymətini. Yəni, bunu burada qoyub yazıram. Bərabərdir 168-ə, -3A plus 3A-nın kvadratı bərabərdir 168-ə. Mənfidən qurtaraq. Demək, olar belə 3A-nın kvadratı çıxılsın 3A bərabərdir 168-ə. Hər tərəfi 3-ə bölək, rahat edək də, yəni misalımızı. 3-ə bölsək, qalar burada A-nın kvadratı. Çıxaq A və 168 almaq üçün 3-ə 56-ya vurmuşduq da. Bunu da bu tərəfə keçsək, onlar çıxılsın 56 bərabərdir 0-a. Buradan diskriminantı tapaq. D bərabərdir -1-in kvadratı çıxılsın 4AC, yəni 4 vurulsun 1, vuraq -56. Bu deyir 1 üstə gəlsin, 4-ü də 56-ya vursaq 224. Yəni 220, 225. İndi köklərini tapa bilərik də. X1 2 bərabərdir. Demək, -1 plus minus kök altında 225 bölünsün 2-yə. Burada 1-dir də, yəni 2-yə. İndi buradan x1-imiz nəyə bərabər olar? 225-dən 15 çıxır. Bu da müsbət idi də, müsbət. 1-in üzərinə 15 gəlib 16. 16-nı 2-yə bölsək eləyər 8. X2 bərabərdir. 1-dən 15-i çıxsaq 10. Demək, 1-dən 14-ü çıxsaq, 1-dən 15-i çıxsaq -14, -14-ü 2-yə bölsək -7. A-nın ala biləcəyi qiymətlərin cəmini istəyir bizdən. Yəni 8 üstə gəlinsin -7 bizə verər 1-i. Cavab da olar B variantı. Davam edək. 3-cü sual. 256 səhifəlik sənədin hər səhifəsində x sayda simvol var. 2 üstü 8 vurulsun x. Və 4 vur 2 üstü 20 bitlik şəklimiz var. Simvollar da ASCII-də kodlaşdırıb. Yəni simvolların ASCII simvola aiddir, şəklə aidiyyatı yoxdur. Vurub 1 bayta plus. Yəni sənədimiz mətndən və şəkildən ibarətdir. Üzərinə də gəlirik. 256 səhifədədir də. Bu 4 vur 2 üstü 20 bitlik şəklimiz. 2 üstü 8 vurulsun. Bunu da belə yaza bilərik. 4-ü 2 üstü 2 şəklində yazsaq 2 üstü 22. Bərabər edərik. Ümumi həcmi verib 129 megabayta. Buradan yazaq. X vurulsun 2 üstü 8 baytımız bərabərdir. İndi bura bitdi.
vahidini yazmağı unutdum. Üzrlü sayın. İndi bitdi. Bura megabaytdır. Biz bu biti də megabayta gətirək. Bu eləyər 2/30 bit. Megabayta gəlmək üçün bunu bölməliyəm 2/23-ə, alarıq 128 megabaytı. Aha, indi 129 megabayt. Aha. Demək, buradan bunu silim. Plus 128 megabayt, bunu aldım 128 megabayt, bərabər edək 129 megabayta. Buradan x vurulsun 2/8 baytımız bərabər olar 129-dan 128 çıxsa 1 megabayta. Bura megabaytdır, bura baytdır. Yəni x bərabər olar. Megabaytı bayta gətirib 2/20-yə vurub bölərik 2/8-ə. Bir dəqiqə. 8-ə. Mən 3 yazdım burada. 2/8-ə. Bu da eləyər 2/12. Yəni 4096 simvol edər. Dördüncü sual. Əsası n olan say sistemlərində m və n-in ardıcıl rəqəmlər olduğu məlumdursa, m-in qiymətini tapın. M-in yox, n-in olar qiymətini tapın. Yəqin ki, səhv düşüb. Buradan tapaq. Hər tərəfi onluğa gətirək. 0, 1, 2, 0, 1, 2. 5 vurulsun n-in kvadratı plus m vurulsun n üstü 1 plus 4 vur n üstü 0. Çıxaq. Bunu mötərizədə yazaq. 4 vurulsun n-in kvadratı plus m vurulsun n-in üstü 1 plus 5 vurulsun n-in üstü 0. Bərabərdir 48 onsuz da onluqdadır. 5 n-in kvadratı plus m n plus 4. Çünki n üstü 0 1-dir. 1-i də 4-ə vursaq 4 edir. Çıxaq 4 n-in kvadratı plus m n daha doğrusu mötərizəni açıramsa, bura artıq çıxmaya çevrilir. Çıxılsın 5, 5. Yəni n üstü 0 1-ə bərabərdir. 5-ə vuranda da 5 edir. Bərabər edərik 48-ə. Burada m-nlər gedir. 5 n-dən n-i çıxsaq qalır burada n-in kvadratı. 4-dən 5 mənfi 1. Bu tərəfə keçsə müsbət olar. Yəni olar belə. N-in kvadratı 49-a, n-imiz də bərabər olar 7-yə. Doğru fikirləri seçin. Prosesor məlumatları kompüterdən xaric edən çıxış qurğusudur. Xeyr, prosesor emal qurğusudur. Skania çıxışdır, xeyr, giriş qurğusudur. Lazerlə printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə müəyyən olunur. Bəli. Prosesor məlumatları kompüterə daxil edən giriş qurğusudur. Prosesor giriş qurğusu deyil, emaldır. Klaviatura kompüterin giriş qurğusudur. Bəli, doğrudur. Aha. 6-cı sual belə tipli bir sual sertifikasiyaya düşmüşdü keçən illərim. Mətn redaktorunda yanaşı bitişik yazılmış Python sözlərindən ibarət ifadədə kursor sonuncu Python sözündən P hərfindən dərhal əvvəl dayanıbdır. Gəlin biz də bunu tətbiq edək. 2 dənə söz yazıram. Python sözü. Bitişik. Çünki burada bitişik deyir. Baxın. Sonra nə baş verib? Kursor sonuncu Python, sanki bax bu ən sonuncu bu sözdən əvvəl dayanıb. P-dan əvvəl. Burada dayanıb. Və aşağıdakı əməliyyatlar yerinə yetirilibdir. 3 dəfə delete. Delete bilirik ki, sağa doğru silir. 3 dəfə basıbda kursor buradadır. 1, 2, 3. Bu 3 dənə hərf silindi buradan. Qaldı burada H, O-nu. 3 dəfə də sola ox klavişi. Yəni artıq kursorun bura silinir. Yəni bunu silək. Ən qəşəng. Bu silindi. Bunlar artıq bitişik şəkildə olur da. Və kursor buradadır. Yəni bu H-nın yanında olur. Yəni ən yaxşısı bunu da buradan silib gətirək bura. Bax, bu hon sözünü silib gətirək bura. Sonra 3 dəfə sola ox. Yəni kursor buradan. Bax, bura 1, 2, 3. Gəlib dayanacaq burada. Göy silək buradan. Gəlib dayanır bu burada. Burada. Sonra nə deyir? Və bunu biz bir dəfə icra etdik. Bir dəfə icra etdik, belə yarandı.
Bax, bu əməliyyat bir dəfə icra olundu, bir daha deyirəm. İkinci dəfə mən bunu icra etsəm, yenə kursorum burada dayanıb. 3 dəfə delete klavişi salır. Sağa 3 dənə silir. 1, 2, 3. Sildi bunu. Yəni silək. Sildim. Və 3 dəfə də solu ox. Solu ox deyəndə artıq kursorum gəlib dayanacaq. Bax, burada 3 dənə bu tərəfə ox gəlib dayanır burada. Yəni, buradan da silinir. Yarandı nə? Python. Deməli, 2 dənə Python sözündən 2 dəfə bu əməliyyat icra olundu. Bircə dənə Python sözü qaldı. 2 dəfə icra olundu, icra etdik, bir dənə Python sözü qaldı. Bu algoritm 20 dəfə ardıcıl icra olunduqdan sonra mətn ən sonda belə qalıbdı. İlkin ifadədədir. Neçə dənə Python sözü olduğunu tapaq. Yəni 20 dəfə icra olunmayıb. 20-ni bölsəm 2-yə. Qalar 10. İlkin ifadədə neçə dənə Python sözü olub? Mən tapdım 20 dəfə icra olunduqdan sonra 10 dənə tapdım Python sözünü, düzdür? Amma bu 20 dəfə icra olunub, sonda 2 dənəsi hələ qalıbdı. 2 dənəsi qalıbsa, demək, əvvəlcə də qalıqları da onun üzərinə gəlsək, 12 dənə Python sözü olubdu. Baxın, 12 dənə Python sözləri yazılıb bitişik şəkildə. Və bu 20 dəfə icra olunub, 20 dəfə icra olunanda bu 10 dənəsi silinib. 10 dənəsi silinib. Çünki biz 2 dənə Python sözünü 2 dəfə buranı icra edəndə 1 dənəsi qaldı. 20-ni də 2-yə böldük, qalar 10 dənəsi. Deməli, 20-ni də bölsə 2-yə 10 dənəsini tapdıq. Və qalığı da üzərinə gəldim. Deməli, 12 dənə əvvəlcədən Python sözləri olub ki, 20 dəfə icra olunub, bunun 10 dənəsi silinib və yerdə qalıbdı 2 dənəsi. Cavab da olar 12. 7-ci sual. High color veribdir 16 bitlik. I bərabərdir 16 bit. True color I bərabərdir 24 bit. Sistemdə kodlaşdırılmış 2 fərqli qrafik təsvirin birlikdə informasiya həcmi 120 megabaytdır. 16 bitlə 24 biti toplasaq, eləyər 40 bit. Bunların birlikdə həcmi verib 120 megabayt. Aha, bu təsvirdəki piksellərin sayının bərabər olduğunu bilərək, high colorda kodlaşdırılmış qrafik təsvirin həcmini istəyir bizdən. Birlikdə həcmi 40 bitdir. Buradan piksel sayını tapa bilərik. A vurulsun B piksellərimiz 40 bitə vurub bərabər edərik 120 megabayta. Buradan A vurulsun B bərabərdir. Bu megabayt bura bitdir. 120-ni vurub 2 üstü 23-ə bölərik 40-a. Bunlar ixtisar getsə qalar burada 3. 3 vurulsun 2 üstü 23 piksel. Pikselimi tapdım. Məndən high colordakı həcmini istəyir. High colorda da 16 bitdir də. Pikselim var. Vuraram 16 bitə. Bərabər edərik həcmə. Və həcmi megabaytla istədiyinə görə elə buradaca bölək. 2 üstü 23-ə bölərik. Bunlar ixtisar getsə 3-ü də 16-ya vursaq alarıq 48 megabayt. Bu da 7-ci sualımız. 8-ci sual. Python'da yazmış proqramın nəticəsini istəyir bizdən. Aha. Demək, i-nin qiymətlərinə baxaq. I 1-dən 10-a qədər qiymətləri alır və onun özünü almır. Bilirik ki, Python'da sonuncu götürülmür. Yəni, i-nin qiymətləri olur belə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və birinci addımda i bərabərdir 1 olanda dövrə düşür. 1-i 2-yə böləndə 0-a bərabərdir. Deyirik ki, yox. 1-i 3-ə böləndə 0-a bərabərdir, yox. Gəldik else qoluna. S bərabər olur, S-in üzərinə 3 gəlir. Yəni, S-im 0-dır, üzərinə 3 gəlsə 3. Və bu da bizim sərbəstimizdir. Heç bir şərtdən asılı olmayan sərbəstimiz var burada. Bu hər dəfə yerinə yetiriləcək. 3-ün üzərinə i-ni gəlir, yəni 1-i gəldik. Oldu 4. İkinci addımda i gedib 2-ni götürüb dövrə düşür. 2-ni 2-yə böləndə 0-a bərabərdir, hə. S bərabər olur, 4-ün üzərinə 1 gəlir, oldu 5. 2-ni 3-ə böləndə 0-a bərabərdir, yox. Keçdi else qoluna. S bərabərdir, 5-in üzərinə 3-ü gəldi, elədi 8 və
Ən sonda sərbəst yerinə yetirilir. 8-in üzərinə 2 gəldi, 10. Üçüncü addımda i gedir 3-ü götürür. 3 2-yə bölünür, yox, 3-ə bölünür, hə. S bərabər olur, S-im 10-dur. Üzərinə 2 gəldi, 12. Və artıq bura yerinə yetirildiyinə görə mən elsə baxmıb sərbəsti yerinə yetirirəm. 3 gəlsək 15. Dördüncü addımda i gedir 4-ü götürür. S bərabər olur 15-in üzərinə gəlirik. 4-ü 2-yə böləndə 0-a bərabərdir, bəli. Üzərinə 1 gəlirəm. 4-ü 3-ə böləndə 0-a bərabərdir, yox. Elsə keçirik. Üzərinə 3, üzərinə 1 də i-ni, yəni 4-ü gəlirik. 3 plus 4. 15, o da 1. 16, o da 4. 20, 23. Sonra keçdik, demək, 5-ci addım i-nin 5 qiymətinə. S bərabərdir. 5-i 2-yə bölünür, yox. 3-ə bölünür, yox. S qoluna gəlir. 3-ü gəlirəm, bir də i-ni, yəni 5-i gəlirəm. 23 üzərinə gəlirik 5-i, üzərinə gəlirik 3-ü. 23, o da 5. 28, o da 3, 31. 6-cı addımda i gedir 6-nı alır. 6 2-yə bölünür, bəli. 31-in üzərinə gəlir 1. 6 3-ə bölünür, bəli. Üzərinə gəlir 2. Və elsə baxmıq, i-ni gəlirik. Üzərinə gəlirik 6-nı. 31 1. 32, o da 2. 34, o da 6, 40. 7-ci addımda i 7 olur. S bərabər olur 40-ın üzərinə gəlirik. 7 nə 2-yə, nə də 3-ə bölünmür. Elsi işləyəcək. 3-ü və i-ni, yəni 7-ni gəlir. Birbaşa gələk 10. Elədi 50. 8-ci addımda i 8 olanda S bərabər olur. 50-nin üzərinə gəlirik. 8 2-yə bölünür, 1 gəlirik. 3-ə bölünmür, elsə gəlirik. 3 gəlir və 8 gəlir. Plus 3 plus 8 bərabərdir. 50 o da 62. Sonra 9-cu addımda i bərabərdir 9 olanda S bərabərdir. 62-nin üzərinə gəlir. 9 2-yə bölünmür, amma 3-ə bölünür. Üzərinə 2 gəlir. Və bir də üzərinə gəlirik. Elsə baxmırıq, i-ni gəlir. Yəni 9-u gəlir. Bərabərdir. 62-nin də üzərinə gəlsək 11-i 73. Və artıq i-nin bütün qiymətlərini biz işlətdiyimizə görə ən sonda da 73 çapa gedər. Biraz balacalaşdıraq ki, tam görək. N dəyişəninin çapa veriləcək qiyməti 232 olması üçün N-in ilkin qiymətini müəyyən edin. Deməli, burada sonda 232 neynəməlidir? Çapa getməlidir. Və N-in başlanğıc qiymətini istəyir bizdən. Aha. Necə tapa bilərik? Necə tapa bilərik? Hə, burada yaddan çıxıb yəqin yazmaq. Bu hə qol olub, bu da yox qol olub. Bunlar yaddan çıxıb qeyd etmək. İndi baxaq. Dövrdən nə zaman çıxıram? A 164-dən kiçik olduğu müddətdə bura işləyir. Bura işləyir. Mən şərtə A-ya əsasən dövrümün sayını tapa bilərəm. A-nın üzərinə hər dəfə 16 gəlib. Görəsən bu A-nın üzərinə 16-nı neçə dəfə gəlib və yox deyəndə dövrü tərk edir. Yox halına nə gedir? Yəni A 164-dən kiçik deyilsə, deməli onda A 164-dən böyük bərabər olar. Yazaq belə, A-nın başlanğıc qiyməti verib 3. 3-ün üzərinə bu 16-nı neçə dəfə gəlib bilmirəm. Bir dənə dəyişən götürək. Məsələn, bir D götürək. Dövrün sayını tapaq da. D. Buradan yazaq dövr sayı. 3-ün üzərinə 16 D-ni gəlib yoxlayıb ki, kiçik 164-dən yox. Olub böyükdür, bərabərdir 164-dən. 16 D böyük bərabərdir 161-dən. D də böyük bərabərdir. 161-i də 16-ya böləndə 10 tam nə qədərsə düşər. Biz bunu götürərik 11, yəni D-miz olar 11. 11 oldu mənim nəyim? Dövrlərimin sayı. İndi onda demək ki, N-dən 8-i də nə qədər çıxıb? Dövrün sayı 11 dəfə çıxıbdır. Yəni N-dən çıxmışam 8-i 11 dəfə və almışam cavabı 232-ni. N çıxılsın 88 bərabərdir 232-yə. N də bərabərdir
0, deməli 8, 2, 0, 1 yadda, 3, 4, 300, oxuyum, yox deyəm bir dəqiqə, 88-dən 230, 320. 4 nədir? 320. Bizə nə istəyirdi? N-in ilkin qiymətini müəyyən edin. Yəni, N-in ilkin qiyməti olar 320. Bu da belə. Gəldik 10-cu suala. A vurulsun 256 ölçülü qrafik təsvirin həcmi verib. Rəng çalarının maksimal sayını tapaq. Rəng çaları n bərabərdir 2-nin üstü i-yə, yəni rəng dərinliyinə. Biz əvvəlcə i-ni tapaq ki, sonra n-i tapa bilək. i bit bərabərdir a bölünsün 16 kilobayta. Buradan i bərabərdir. Bura kilobaytdır, bura bitdir. Bunu da bitə gətirək, yəni kənardan gətirəm. A böl 16-nı vurarıq, kilobaytı bitə getmək üçün 2 üstü 13-ə. Bu gedir də sürətə. Olur belə, 2 üstü 13a bölünsün 2-nin üstü 4-ə. Bunlar çıxır, qalır burada 512a-ya. İndi yazaq burada. Yəni, oldu belə, 2 üstü 9a bitə gətirdik də, bax, bitimiz. Bölürük buradan 2 üstü 8 vur a bit. Buradan bitlərim gedir, a'lar gedir. 9-dan da 8 çıxanda 1. Yəni 2 üstü 1. Yəni 2 bit. Bizdən də rəng çalarını istədiyinə görə onlar 2 üstü 2, 4. 4 rəng çaları olar. Bu da oldu 10-cu sualımız. Gəldik 11-ci suala. Bunu necə qoyaq bura? Aha. A dəyişəninin çapa veriləcək qiyməti 32 olması üçün n dəyişənə daxil edilə biləcək ən kiçik natural qiymətin rəqəmləri cəmi. Yəni, burada çıxışa getməlidir 32. İndi dövrün sayını tapa bilərik biz. N-in üzərinə n dəyişənin ən kiçik qiyməti lazımdır bizə. A-nın üzərinə 15-i gəlib. Aha. Deməli, sonda A çapa gedib 32 alıb, düzdür. A-nın başlanğıc qiyməti var 2. A-mızın başlanğıc qiyməti 2 var. Dövrün sayını tapa bilərik də. Buradan yazaq dövr sayı. 2-nin üzərinə bu 15-i neçə dəfə gəlib görəsən, bilmirəm. Bir D götürək. Və sonda alıb 32-ni. 15D bərabər olar 30-a, D də bərabər olar 2-yə. Tapdım ki, dövrümün sayı 2 eləyibdir. İndi N-in üzərinə 7-ni neçə dəfə gəlib? Dövrün sayı qədər. Gəlib deyib ki, kiçik bərabərdir 100-dən. Demişik, yox. Kiçik bərabər deyilsə, onda yəqin ki, böyükdür də. N üstəgəlisi 7, 2, 14 böyükdür 100-dən. N də böyükdür 100-dən 14-ü çıxsaq, deməli, 86 eləyər. N-imiz neçə olmalıdır ki, 86-dan böyük olsun da? N-im olar 87. Məndə də natural qiymətlərin rəqəmləri cəmi istəyir. Yəni, 8 ilə 7-nin cəmi. Ən kiçik istəyir, elə ən kiçik bu olar. Çünki bir dövr əvvələ qaysaq, artıq böyük qiymət alırıq. 8 ilə 7 də bizə verər 15. Cavab olar 15. 12. İnformasiyanın həcmi 27 kilobayt. Rəng çalarının sayı 512 olan qrafik təsvir 16 rəng çaları ilə ifadə olunarsa, bu faylın informasiya həcmini müəyyən edin deyir. İnformasiya həcmi 27 kilobaytdır, rəng çalarında sayı 512-dir. Biz buradan piksellərimizi tapa bilərik. Yəni, pikselin sayı A vurulsun B. Rəng çaları əgər 512 veribsə, rəng dərinliyimiz olar 9 bit. Məsələdə çünki dərinliyə vururduq. Bərabər edərik 27 kilobayta. A vur B bərabərdir. Bura kilobaytdır. Buranı da bitə gətirib 2 üstü 13-ə vurub bölərik 9-a. Bunlar ixtisar getsə qalar burada 3. 3. Yəni 3 vurulsun 2 üstü 13 piksel. 16 rəng çalarındakı həcmini istəyir. Rəng çalarımız 16-dırsa dərinliyimiz olar 4 bit. Pikselim var. 3 vurulsun 2 üstü 13 vuraq 4 bitə.
bərabər edərik həcmə. Kilobayta gətirsək 213-ə bölərik, bunlar ixtisar gedər. 3-ü də 4-ə vursaq alarıq 12 kilobayt. Yəni C variantı. 13-cü sual. İnformasiya sistemləri sətrinin sistem hissəsi seçilib. Sistem hissəsi seçilib və Ctrl-C düymələri basılıbdır. Ctrl-C nə deməkdir? Kopyalamaq. Yəni, mən əgər sistemi seçdimsə, bu kopyalandı. Sonra deyir, info hissəsi seçilib. Sonra info seçilibdir. Aha. Info. Və Ctrl-X düymələri basılıb. Ctrl-X nə deməkdir? Kəsdir. Kəsmək o deməkdir ki, yəni bu buradan silinir. Yəni, bunu silək. Aha, sildik. Sonra nə deyir? Kursor sətrin sonuna yerləşdirilmiş. Demək, sonu buradır da, bax burada. Və 2 dəfə Ctrl-V. Ctrl-V nə deməkdir? Paste. Yəni, yapışdır. Nəyi kəsmişdik axırıncı dəfə? Biz kəsmişdik info sözünü. Düz dəfədə bunu kopyaladıq. Amma heç ara yapışdırmadıq axı. Ctrl-V eləmədik. Amma infonu seçdik, yəni Ctrl-X elədik, kəsdik. Gətirib Ctrl-V eləyəndə yapışdırdım. Yəni, sonda burada yarandı info, bir dənə də info sözü yarandı. Alınmış yekun sətr nə olar? Deməli, burada masiya, sistemləri, info. Elə doğru cavab olar E variantı. 14. 64 kilobayt həcmə malik qrafik faylın rəngçalarının sayını 64 dəfə, piksellərin sayı 2 dəfə azaldıqdan sonra həcm 8 kilobayt olub. Qrafik faylın ilkin vəziyyətdə olan rəngçalarının və piksel sayını müəyyən edin, deyir. Aha. Müəyyən edək. Demək, nə deyir? Qrafik faylın rəngçalarının sayı 64 dəfə, piksellərin sayı isə 2 dəfə azaltdıqda həcm 8 kilobayt olubdur. Hə. Əvvəlcə mənim piksellərimin sayını bilmirəm. İni də bilmirəm nə qədər olubdur rəng dərinliyimdə, i bitim. Burada mənim həcmim olubdur 64 kilobayt. Sonra nə baş verib? Rəngçalarının sayını 64 dəfə. Piksellərin sayını 2 dəfə azaltdılar. Piksellərini azaldaq. Yəni, A vur B-ni 2 dəfə azaltdıq. Böldüm 2-yə. Rəngçalarını da 64 dəfə. Yəni, baxın, əvvəl mənim rəngçalarım bu idi. Sonra bu 2 üstü i-ni neynədilər? 64 dəfə azaltdılar. Böldüm 2 üstü 6-ya. Yəni, ikinci rəngçalarım yarandı da. Burada 2-nin üstü olar belə i çıxılsın 6. Düzdür? Rəng dərinliyimiz nədir? Üstündə yazılan. i çıx 6 bit. Bura i çıxılsın 6 bitə. Bu zaman deyir, nə baş verdi? Həcm olub 8 kilobayt. 8 kilobaytı. Aha. İndi yaza bilərik də. Bunları çarpaz vuraq. Bir-birinə çarpaz vururlar. Olar belə. Burada kilobaytlarımız getsə, qalar belə 8, A vur B vurulsun. i bərabərdir 64 vurulsun A vur B bölünsün 2 vuraq i çıxılsın 6-ya. 64 burada AB-lər getsə 64 ilə də 2 qalar burada 32. Yəni alarıq belə 8i bərabərdir 32i çıxılsın 32 vurulsun 6-ya. 32i bu da 8i. Demək eləyər belə. Bir dəfəlik yazsaq. 24i bərabər olar. Yəni mənfidən qurturduqda. 32-ni də 6-ya vursaq 6, 2, 12, 192. 192. Buradan i-miz nəyə bərabər olur? 192-ni 24-ə bölsək alarıq 8 bit. Çünki i-nin vahidi bitdir. Tapdıq 8 bit. Qrafik faylın ilkin vəziyyətdə olan rəngçaları. Rəngçalarımız olar belə. 2 üstü 8, 256. Və piksellərin sayını istəyir bizdən. Hə. Və ilkin piksel sayını istəyir də bizdən. Bax, 8 bitimiz var, düzdürmü? A vurulsun B, vuraq 8 bit, 8 bit. Bərabər edərik nəyə?
İlkin həcmimiz nə idi bizim? De burada 64 kilobayt. A vurulsun B bərabərdir. 64 vurulsun 2/13 bitə bölərik 8 bitə. Bitlər ixtisarı keçsəm, 64 ilə də 8 ixtisar keçsə. Qalar burada 8. Yəni 2/3 vur 2/13. Bu deyilər 2/16. 2/16'mız da 65536'dır. 65500 deməli 36. 65536 piksel. Rəng çalarımız oldu 256. Pikselimizdə tapdıq ki, ilkin piksel istəyirdi də bizdən 65536. Yəni cavab olar C variantı. Gəldik 15-ci suala. Hər birinin informasiya ölçüsü 2560 kilobayt olan iki fərqli mətn hazırlanıbdır. Mətnin biri ASCII-dədir, digəri 1024 simvolu əlifbadadır. Bu mətnlərin simvol sayılının fərqini müəyyən edin deyir. Demək, yaza bilərik belə. Simvol sayını istəyir. ASCII-yə görə tapaq. X vurulsun 8 bit bərabərdir 2560 kilobayta. Buradan x bərabər olar. Bu kilobaytdır, bu bitdir. Bunu da bitə gətirib 2560-ı vurub 2/13-ə bölərik 8-ə. Alarıq belə. 2560 vurulsun 2/10-a. Bunu da parçalasaq necə parçalaya bilərik? Yəni 256 belədir. 256 vur 10'dur. Onu da belə yaza bilərik. 5 vurulsun 2. Açıq yazaq. 2/8. Bax 5 vur 2 10 eləyir də. Bu da 256-nın 2/8. Vurulsun 2/10. Eləyər belə. 5 vurulsun 2/10 19-a. 19 simvol. Bax bu tapdığımız simvoldur. Yəni nə bit, nə bayt heç biri deyil. Simvoldur. İndi 1024 simvolu əlifbada yazsaq. 1024 simvolu əlifbada enim 1024-dürsə, bilirik ki, bir simvolumuz nəyə bərabərdir? 10 bitə. X vurulsun 10 bit bərabər edərik 2560 kilobayta. Buradan x bərabər olar. 2560-ı vurub 2/13-ə bölsək 10-a. Bunlar ixtisar geçsə qalar burada 2-nin üstü 8, o da 3, 21 simvol. İndi bizdən nə istəyirdi? Bu mətndəki simvol saylarının fərqini istəyir. Fərqini tapaq. Yəni, buradan yazıram, bax, 5 vurulsun 2/19-dan, mən çıxıram 2/21-i simvolların sayını. Bərabərdir. Buradan 2/19-u çıxarsaq mötərizə xaricinə, qalar burada 5 çıxılsın 4. Yəni 21-dən 19 çıxsaq 4. Alarım belə. 1 vurulsun 2/19, bu da eləyər elə 2/19 simvol. Yəni C variantı edər. Buranı silək. Altı təpəsi olan qrafın hər təpəsini digər təpələrlə birləşdirən 3 dənə til var və ilgək var. Bu qrafda ilgəklər də nəzərə almaqla cəmi neçə til olduğunu müəyyən edin. 6 dənə təpə var. Birini buradan yazaq. 3, 6. Hər təpəni digər təpələrlə birləşdirən 3 dənə til var. Bax, bu təpəni birləşdirən, bu 1 til, bu 2 til, təpələri birləşdirdim. Bir dənə də belə çəkərik, oldu 3 dənə til. İndi bax, buradakı təpəni, bura gedib bir dənəsi, bura gələr bir dənəsi, bura da gəlsin bir dənəsi. Oldu mu 3 dənə? Bura bir dənəsi gələr, burada biri var, bu 1, bu da gəlsin, bura oldu 3 dənə. Bu da buradan bir dənə də buradan gəldi, oldu 3 dənə til. Nə istəyir bizdən? Cəmi neçə til? Tillərin sayını istəyir bizdən. 6 dənə kənarda var, 3 dənə də burada, ortada. Elədi 9 dənə burada tilimiz var, 9 dənə.
Və ilcək də vardı. İlcək nə deməkdir? Bir təpədən çıxıb həmin təpəyə qayıdır. Hər birinin var da 6 dənə də ilcəyi var. Üzərinə də 6 gəlsək, eləyər 15 dənə. 15 dənə tel olar. Sonra gəldik 17-ci suala. 230 bit plus 1024 kilobayt, nəsə, burada nə istəyir bizdən? Megabaytla istəyir. Megabayta gətirək. 230 bit. Biti megabayta gəlmək üçün bölərik 2-nin üstü 23-ə. Qalar burada 128 megabaytımız. 128 megabayt. 1024 kilobaytımız 1 megabayta bərabərdir. 64 burada 1 gigabaytımız da 1024 megabaytdır. Yəni olar belə 1024-ün üzərinə gələrik. 64 o da bir 65, onun üzərinə gələrik 128. 8, 5, 13 o da 4, 17. 1 yadda, 6, 1, 1 yadda, 1 o da 1, 2, 1. 1217 megabayt edər. A təpəsindən H təpəsinə, E təpəsindən keçməklə gedən yolların sayını tapaq. E təpəsindən keçsin deyir. İndi baxaq. E təpəsindən keçməyən yollarım hansılardır? Mənə E-dən keçən yol lazımdır. Bu E-dən keçmir. Deməli, bu mənə lazım deyil. Bu E-dən keçmir. Mənə lazım deyil. Bu da E-dən getmir. Bu da mənə lazım deyil. Yazaq 1. A-dan bir yol çıxır. B-dən də bir yol çıxır. Daha doğrusu A-dan çıxan yollara 1 yazırıq. B-dən bir yol gəlirsə 1-də gedir. C-yə bir yol gəlirsə 1-də gedir. E-yə 1 buradan 1 buradan. 2 yol gəlir 2 ilə də gedir. D-yə 2 gəlir 2 ilə də gedir. Buradan 2, 2, 4 gəlir 4 ilə gedir. 4, 2, 6, 6 ilə də 4 elədi 10. Belə bir sual tipi də var idi sertifikasiyada. Əməli yaddaşı mikroprosesora müraciətini sürətləndirən yaddaş necə yaddaşdır? Keş yaddaşdır. Proqramın nəticəsini müəyyən edin deyir. Baxaq, elif. Elifə nə zaman düşürdü? Yəni şərt ödənmədikdə düşürdü. Elif else plus ifdir. Yəni yox qoluna gələndə bir şərt gör. 60 böyükdür 90-dan. Yox. Düşdük elifə. 60 böyükdürmü 80-dən? Yox. Düşdük elifə. 60 böyükdür 60-dan? Yox. Yəni printə düşə bilmirəm. Gəlirəm növbəti elifə. 60 50-dən böyükdür deyirəm hə və D-ni çapa verir. Nə olsun ki, burada 60 40-dan böyükdür? Mən əgər burada yox desəydim, bura düşərdim. Amma bura yox demədim. Bura hə dedim. Hə dediyimə görə buradakı elifə baxmırıq. Giriş qurğuları sıçan skayner. Tam dolu diskdən 2 ədəd 2 megabaytlıq şəkil faylı. 2 ədəd 2 megabaytlıq, yəni 4 megabaytlıq şəkil. 3 ədəd 4 megabaytlıq video fayl. Yəni 12 megabaytda videodur. 4 ədəd də mətn faylı və həcmini verməyibdir. 4 dənə də mətn. Silinib. Sonra yazılıbdır. Demək, baxaq görə nə qədər silinib. 4, 12. 16 megabayt plus 4x yazaq bunu da mətnin yerinə. Bu silinib və nə yazılıbdır? Demişdik ki, bu tiplərdə nə edirdik? Silinəni bərabər edirdik yazılan və boş hissəyə. 2 ədəd 4 megabaytlıq qrafik fayl, yəni 8 megabayt yazıldı və bu qədər də boş yer qalıb. 56 megabaytımda boş yerimiz qalıbdır. Buradan yaza bilərik belə. 4x bərabər olar. 56 ilə 8, 64-dən də 16 çıxsaq 48. X nəyə bərabər olar? 12 megabayta. Onluq say sistemdəki cəmi 8-i say sistemdə ifadə edin deyir. Demək, onluqda, bax, 128-i necə yaza bilərik? 2 üstü 7-dir, 64 2 üstü 6-dır, 32 2 üstü 5-dir, 16 2 üstü 4-dür, 8 2 üstü 3-dür, 4 2 üstü 2-dir, 2 2 üstü 1-dir, 1 də 2 üstü 0-dır. Bunun üzərinə biri gəlib. Bax, hansı qüvvətlərim var? 7 var, 6, 5, 4, 3, 2, 1, 0. Bütün qüvvətlərim var. Bunun üzərinə gəlməliyəm 1-i. 1-i gələndə ikilikdə. 1 ilə 1
2 eləyir, bu eləyir 0. Bir yadda. Yəni bu mərtəbələr sıfırlanacaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə sıfırım yaranır burada. 2, 3, 4, 5, 6, 7 dənə. Yəni bunlar hamısı sıfırlanır. Bir dəqiqə. Bu neçə rəqəm? 1, 2, 3, 4, 5, 6, 7, 8. Və buradakı birin üzərinə də burada elə bir qalıq gəlir də. Yəni bu mərtəbə birin üzərinə 1 gəlir, 0 yazır, 1 yadda. Bu da gəlir üzərinə 1, sıfırlanır, bu da 1 yadda. Tapdıqmı bunu? İndi nə etməliyik? 8-ci sayısını ifadə edin. Ümumiyyətlə belə yadda saxlayın da. Bu 8 rəqəmli deyil. Ən böyük 8 rəqəminin üzərinə 1 gələndə ən kiçik 9 rəqəminə ədəd eləyir də. 8-likdə də 3-ü çağırmaq lazımdır. 1, 2, 3, 1, 2, 3. Qaydamız da burada 1, 2, 4. Yəni üzərinə yazırıq. Sıfırların üstü təbii ki toplanılmır. Bu sıfırdır, bu sıfırdır, bu da eləyir 4. Yəni 400. 24 onluq say sistemindəki 8 üstü 7 çıx 3 ifadəsinin 8-ci say sistemindəki təsviri hansı rəqəmlə başlayır? 8 üstü 7 çıxılsın 3. 8 üstü 7 nə deməkdir? 1, 7-dən 0. 1, 2, 3, 4, 5, 6, 7. Bundan çıxmalıyam 3-ü. Nədən? 8-ci say sistemində. 0-dan 3 çıxa bilmirdi. Nə edirdi? Gəlirdi, bura kömək eləyirdi. Bunun özü sıfırlanırdı. Bura 8 pay verirdi. Düzdürmü? Bu da bir 8-i bura verirdi, özü olurdu 7. Yəni bunlar hamısı 7, 7, 7, 7 olur. Bu da 8 pay verir. 8-dən 3 çıxırıq, qalır burada 5. Burada da 1, 2, 3, 4, 5, 6 dənə də 7 yaranır. 1, 2, 3, 4, 5, 6. Nə istəyir bizdən? Hansı rəqəmlə başlayar? 7 ilə başlayar. 25 artan sırayla müəyyən edin. 2049 bayt. 2 kilobaytımız 2048 baytdır. Megabaytı bayta gətirsək, 1 bölünsün 2 üstü 7-ni vurmalıyıq 2 üstü 20-yə. Bu sürətə gedir, qalır burada 2 üstü 13. İki üstü 13 biti bayta gətirsək, eləyər 1024 bayt. Artan sıra o deməkdir ki, azdan çoxa doğru. Yəni birinci gəlməlidir 1024-ümüz 4. Sonra gələr 2048, sonra 2049, bu da 8192-də, sonra da 3 gələr. 129 simvolu əlifbada yazılmış 64 səhifəlik. Hər səhifədə 64 sətir və 128 simvol olan mətn yaddaşda nə qədər yer tutar? 64 səhifəm var, hər səhifədə 64 sətir var, hər sətirdə 128 simvol var. 129 simvolu əlifba nə deməkdir? Eni 129 veribsə, i'miz nəyə bərabər olar? Olar 8 bitə. Vuraq 8 bitə, baxaq, megabaytla istəyir. Megabaytla istəyirsə, gətirək bizə megabayta. Bölərik 2-nin üstü 23-ə bərabərdir. 2 üstü, bunu hesablayaq, bu 6-dır, bu 6-dır, bu 7, bu da 3. 6, 6, 12, o da 10, 22. Bölünsün 2 üstü 23. Bu da bizə belə verir. 2 üstü 22 çıxılsın 2 üstü 23. Yəni 2-nin üstü -1. Bu da deməkdir ki, 2-də 1. 2-də 1 də o deməkdir ki, 0,5 megabayt. 27. Bir saniyədə 2 megabit informasiya ötürə bilərsə, madem 2048 kilobayt informasiya neçə saniyə ötürər? 1 saniyədə 2 megabitdir. Bu megabiti megabayta gətirək də. Ya da 2048 kilobaytı megabitə gətirək. Kilobaytdan megabayta gəlsək, megabayta gəlmək üçün bölməliyik 1024-ə, vurmalıyıq 8-ə. Bunlar ixtisar getsə 2, 8, 16. Yəni 1 saniyədə 2 megabitdirsə, görəsən neçə saniyədə 16 megabit edər. Buradan bunlar geçsək, 16-nı 2-yə alarıq 8 saniyə. Onluq say sistemində verilmiş cəmi 16-lıq say sisteminə gətirin deyir. Neçə sualdır burada? 30 sualdır. 2 üstü 9 yazarıq belə. 16-lıq 2 üstü 4-də. 2 üstü 4 üstü 2. Vurulsun 2 üstü 1 plus.
Gəlin belə yazaq. Buranı silim, o tərəfdə yazaq. 2 üstü 9 plus 32-ni yazarıq belə. 2 üstü 5 üstü 5. Yəni 2 üstü 25. Plus 16-nı 2 üstü 4 üstü 9 yazsaq 36 plus 8-i 2 üstü 3 o da 2 36. Bir dəqiqə. 16-lığa gətiririk də, düzdür. Bunu elə 16 üstü 9 şəklində yaza bilərik də. 16 üstü 9, 16-lığa gətiririk. Plus 2 üstü 36 plus 5. Bərabərdir. 2 üstü 4 üstü 2. Vurulsun 2 üstü 1. Plus 2 üstü 4'ü ayırsaq 6 vurulsun 2 üstü 1. Plus 16 üstü 9. Plus 2 üstü 4 üstü 36 yazarıq 9. Plus 5 də 16 üstü 0 deməkdir. Bərabərdir. 2 vurulsun 16'nın kvadratı. Plus 2 vurulsun 16 üstü 6. Plus 16 üstü 9. Plus 16 üstü 9. Plus 5 vur 16 üstü 0'a. İndi baxaq. 16 üstü 9'dan 2 dənədir. Yəni bunların qarşısındakı nədir? 1'lərdir də. Və ən böyük qüvvətimiz nədir? 16 üstü 9'dur. Yəni 2 dənə 16 üstü 9'un var. Plus 2 dənə 16 üstü 6 var. Plus 2 dənə 16 üstü 2 var. Plus 5 dənə də 16 üstü 0'ımız var. 16 üstü 9-cu qüvvətdən var 2 dənə. 8 yoxdur. 7 yoxdur. 6-dan var 2 dənə. 5 yoxdur, 4 yoxdur, 3 yoxdur. 2-dən var 2 dənə. 1-dən yoxdur, 0-dan da var 5 dənə. Bu da belə. Cavab düzdür, B variantıdır. 29. Bu rəqəmlərdən köməyi ilə 5 rəqəminin təkrarlanmadığı neçə 3 rəqəmli ədəd düzəltmək olar? 3 rəqəmli deyirsə, 3 dənə oyuq çəkdik. 5 rəqəmi təkrarlanmasın deyir. 5'i burada yazaq. 5 burada yaza bilərəm, təkrarlama olmasın. 5'i bir də burada yaza bilərik. Burada mənim yerdə qalır 0'ım, 1'im, 7, bir də 4. Yəni 4 variant. Başqa mənə şərt vermədiyinə görə burada 4 dənə, burada 1 variant. Burada da burada yazdığımı burada da yaza bilərəm 4. 4, 4, 16. İndi burada 5'i burada yazmışam, amma ədəd dediyinə görə 0 ilə başlaya bilmir. Burada qalır 1, 7, 4. Yəni 3 variant, amma burada 0'ı yaza bilərəm. 1, 7, 4. Burada da 4 variant, burada 1 variantımız oldu 12. Burada da yenə 0'ı yaza bilmirik. 3 hal, 4 hal, 1 hal. 12. Bir də 5'in olmadığı hala baxaq. Yəni 5 yoxdur. Ona yerdə yenə 0'ı bura yaza bilmirəm. Bura 1'i, 4'ü, 7'ni yaza bilirik. 3 hal. Bura 0'ı yaza bilərəm. 1, 4, 7, 4 hal. Burada da yenə, burada yazdığımı bura yaza bilərəm. 4 hal. Neçə edir? 4, 4, 16 3'ə vursaq 48. Burada nə qədər hal var? Hamısını cəmləyək. 16 plus 12 plus 12 plus 48. 16, 16. 28, o da 12. 28, 12. 40, 48, 88. Gəldik sonuncu sualımıza. Proqramın nəticəsini müəyyən edindir. İnformatika verilib. Sətri ədədə vurana nə edirdik? Ədəd qədər təkrarlanırdı. Yəni 2 dənə informatika sözləri yaranır. B bərabərdir. Olur belə. İnformatika. C də bərabərdir. B-nin üzərinə A-nı gələk. Yəni B-miz budur. Bunu buradan yazmayaq. Elə bilin ki, bax bunu siləcəm burada, C-ni yazacağım burada. Bunun da üzərinə bir dənə də informatika gələndə bir dənə də burada informatika olur. İnformatika. Sonra nə deyir? Len B-nin üzərinə C-ni gəlsin. B-nin üzərinə C-ni gəlsin. Nə yaxşı. Və saysın. B-mizdə nədir? B-mizdə 2 dənə informatika vardır. Bir dənəsində 11 dənədirsə, 2 dənəsində olar 22 dənə. C-də də oldu 22, o da 11,
33 dənə. 33 dənə. Düzdür? 33 dənə. Burada da B ilə C-ni birləşdirsək, yəni 22 dənə birində, 33 dənə də birində. Eləcək 55 dənə. Yenə də saysa hamına olacaq 55 dənə. Cavab variantı A variantı. Belə müəllimlər, bu sınağın da sonuna gəlib çatdıq. Sağ olun, videonu bəyənməyi unutmayın.